Həsən nə idi? Gözəl. Husna nə ki gözəl? Daha gözəl, ən gözəl. Nə ki gözəl adlar Allaha məxsusdur? Ən gözəl adlar Allaha məxsusdur. Bu söz oyunu deyil. Fərqi var. Həsən budur ki, yəni Allahın adlarında eyib yoxdur, nöqsan yoxdur. Amma əhsən budur ki, ən gözəl. Əhsən. Əhsən budur ki, o gözəllik məhdud deyil. Müəyyən bir dönəmdə deyil. Məsələn, birini görsən, siması gözəldir, amma qocaldı gözəlliyi itdi. Yəni, gözəllik bir həddə qədər. Birinin tutaq ki, elmi var, qocalanda yaddaşı gedir. Bunun yaddaşı, elmi məhduddur. Biri güclüdür, qüdrətlidir, amma bir də görsən, məsələn, bir xəstəliyə duçar oldu, heç əlini yerdən qaldıramır. Bunun qüdrəti nədir? Məhduddur. Allaha deyəndə, Allah məsələn qadirdir, Allah alimdir, Allah cəmildir. Yəni, onun nöqsanı yoxdur, eybi yoxdur, bu öz yerində. Axı, biz həsən demirik ki, biz deyirik husnadır. Husna nədir? Yəni, o adlar məhdud deyil. Bitmir, qutarmır, həmişə qadirdir. Həmişə qadirdir, həmişə cəmildir, həmişə alimdir, məhdud deyil. Husna yəni bu. Bir də biraz da açsam, zatıdır. Yəni, qıraqdan gəlməyib ona. Biz insanlarda olanlar məhduddur və zatı deyil, ondandır. Tutaq ki, sən alimsən, amma onun lütfüdür. Sənin elmin ondandır, onda özündəndir. Yeməyin şorluğu duzdandır, duzun şorluğu özündəndir. Başa düşdünüz fikrimi? Deməli, biz deyəndə Allahın adları Əsmaul Husna bir nəticə budur. Yəni, o adlarda eyib nöqsan yoxdur. İkinci nəticə budur. Məhdud deyil. Üçüncü nəticə budur. Zatıdır, özündəndir.